inşallah. 4-cü cəhdə. Dəyərli izləyicilər, bugün mən sizə Masazırda, mərkəzə yaxın 3 sot daxilində gözəl bir həyət evi təqdim edirəm. Həyət evimizdə bütün hər bir şey nəzərə alınmışdır. 3 sot daxilində də qeyd etdiyim kimi 1 sot evin özüdür. 2 sot isə, yəni bu 2 sotada hər şeyi yerləşdiriblər. Manqal sahəmiz var, yay-qış mətbəximiz var. Zəhmət olmasa daxilini çəkək. Bu hissədə yaşıllıq sahəmiz, əlavə olaraq köməkçi sahəmiz, digər hissədə də köməkçi sahəmiz var. Orada keçid alaq, baxaq. Həyət evinin olmazsa olmazı bütün əşyaları, lazımsız əşyaları qoya biləcək bir yerdir. Kamera sistemimiz var, qaz, su, işıq daimidir, kanalizasiyamız var, hər bir şey var. Keçək indi mənzilin, daha doğrusu həyət evinin daxildən sizə təqdimat edeyim. Bura giriş hol hissəmizdir, dəyərli izləyicilər. Giriş hol o qədər də böyük deyil, o qədər də kiçik deyil. Sol tərəfimizdə, bizim solumuzda, sizin sağınızda bizim qonaq otağımız yerləşir. Qonaq otağının sahəsi genişdir. Bütün mebel təchiz olunur və rahatlıqla, yəni sıxlıq yoxdur, rahat yer qalıb. Digər hissədə isə mətbəximiz var. Mətbəxin sahəsi də genişdir, mətbəx mebeli quraşdırılıb, yaşayışlı mənzildir. Çox yaşayış olmasa da yaşayış olub. Ümumi olan birinci mərtəbədə, ümumi olan hamam otağımız, ümumilikdə 2 hamam sanitar qovşağımız var. 6 otaqdan ibarətdir. Burada ofis otağımız var. Keçək isə sizə təqdim edim ikinci mərtəbəni. İkinci mərtəbədə isə 4 yataq otağımız var. İkinci mərtəbəmiz, dəyərli izləyicilər, yataq otaqları qeyd etdiyim kimi 4 ədəddir. Birinci yataq otağımız. İkinci yataq otağımız. Üçüncü yataq otağımız. Burada dördüncü yataq otağımız. Və ikinci mərtəbədə yerləşən ümumi olan hamam otağımız. Dəyərli izləyicilər, burada isə bizim eyvana çıxışımız var. Çıxmayacağıq, səbirsizliklə gözləyin və evə baxanda gəlib çıxarsınız. Ümumilikdə mənzilimiz, həyət evimiz 3 sot daxilindədir. 220 kvadrat metr həyət evinin tikili sahəsi kvadratıdır, kubcalıdır. 6 otaqdan ibarətdir və çox möhtəşəmdir. Dəyərli izləyicilər, bu gözəlliyi gəlib yerində görün. Əlavə məlumat üçün 070 305 22 22 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Təşəkkür edirəm bizi izlədiyiniz üçün.